Günün günorta çağı bizə bazarın ortasında açıq-aşkar narkotik vasitə satan bu oğlan yaxınlaşdı. Yaxşı oğlan. Dayan, gör nə deyirəm. Bir dənə bura bax. Ya. Dadına baxmaq istəmirsən? Ya. Narkotika satırdı, nəşə satırdı. Bu nədir? Göstər baxım. Chewing. Peanuts. Chew. Okay. Mən indi bildim ki, qardaş niyə görə bu vəziyyətdədir. What's your name? Çox yeme, çox atma ondan. Zəhri bara qalsın, ondan çox atma. O da məlum oldu ki, bizə təklif olunan bu narkotikin adı xat imiş. Onu da deyim ki, bugün mənə ikinci dəfə idi narkotik vasitə təklif olunurdu. Növbəti günlərdə də gizli və ya açıq şəkildə narkoticarətin şahidi olduq. Yox, kameranı yığışdır, bizi çəkmə, biz istəmirik. Doğrudan. Hə, istəmirik. İnsana müvəqqəti enerji verən xatdan istifadə edənlər çox danışır. Səhərə qədər danışsalar da, bir sözlə zəlzələsələr də yorulmazlar. Onu da deyim ki, bu vasitə insanları təkcə kişi və qadın sonsuzluğuna yox, həm də ölümə aparır. Yox, bunu yedin yata bilmirsən. Bəli, bilirəm. Bax belə olursan. Hə.